Salam dəyərli izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bu gün sizlər üçün uşaqlıq günlərində ləzzətlə yediyimiz bayram süfrələrinin çox gözəl şirniyyatı olan qoz şirniyyatının hazırlama qaydasını paylaşacağım. Əminəm ki, siz də mənim bu üsulumu çox bəyənəcəksiniz. Başlayaq hazırlamağa. Əvvəlcə qabın içərisinə 200 ml stəkanla 3 stəkan un, 1 cimdik duz, 1 ədəd vanilin, eləcə də yarım paçka qabartma tozu əlavə edirəm. Daha sonra isə 200 qram yağ tökürəm və umac hazırlayıram. Kənarda 2 ədəd yumurtanın üzərinə yarım stəkan şəkər tozu töküb qarışdırıram. Alınan qarışımı umacın içərisinə əlavə edib xəmir yoğururam. Yumuşaq, kövrək bir xəmir alınır. Xəmiri 2 bərabər hissəyə bölürəm. Bir hissəsini kündələyib salfan torbanın içərisinə qoyuram. Digər hissəsinin isə üzərinə kakao töküb yenidən yoğururam. Mən kakaolu qoz hazırladığım üçün bunu etdim. Əgər sadə xoşlayırsınızsa, beləcə salfan torbanın içərisində yoğurduqdan sonra 10 dəqiqə gözlədib, sonra isə başlayırıq bişirməyə. Xəmiri salfan torbanın içərisindən çıxarıb kündələyirəm. Xəmiri kündələmək üçün tərəzidən istifadə etdim. 7 qramlıq kündələr götürürəm. Bu qayda ilə həm kakaolu xəmiri, həm də sadə xəmiri kündələyib yığıram. Artıq xəmiri kündələdim. Qoz bişirəcəyim qabı isə ocağın üzərinə qoyuram ki, yaxşıca qızsın. Əvvəlcə duru yağla biraz yağlayıram. Daha sonra isə yağlı xəmir olduğu üçün yağlamağa ehtiyac olmur. Kakaolu xəmirin üzərinə kiçik ağ kündələr qoyuram. Və gördüyünüz kimi qoz qabının içərisinə yığıram. Qabın digər hissəsini də xəmirin üzərinə qoyuram və sıxıram. Beləcə vam odda o üz bu üz çevirərək bişirmək lazımdır. Gördüyünüz kimi artıq bişib. Götürüb bir kənara qoyuram. Digər ağ xəmirləri isə bu qayda ilə hazırladım. Üzərinə biraz kakaolu xəmir qoydum. Xəmirə müxtəlif şirniyyat rəngləri də vurub bişirə bilərsiniz. Qırmızı da, yaşıl da, narıncı da. Artıq qoz şirniyyatlarımız bişib hazırdır. İndi isə səliqəli olsun deyə kənarlarını təmizləyirəm. Bunun üçün ələkdən istifadə edirəm.
İndi isə içliyi hazırlayıram. Qoz şirniyyatının içərisinə qaynadılmış qatlaşdırılmış süd vururam. Üzərinə isə 1 ədəd qoz qoyuram. Digər hissəni də içliyini qoyduqdan sonra beləcə bir-birinə yapışdırırıq. Hazır olan qozları ayrıca bir qabın içərisinə yığıram. Artıq qoz şirniyyatım hazırdır. Mən bir hissəsini qaba yığmışam. İçi bu qədər qoz şirniyyatı alındı. Əziz xanımlar, əgər siz də mənim reseptimi, kanalımı bəyəndinizsə, mənə abunə olub dəstək olmağı unutmayın. Sağ olun, görüşərik.